2-3 il ərzində mən çox dəyişdim. Bəziləri mənə mürtəd, bəziləri dindən çıxmış, bəziləri kafir, bəziləri nə bilim dindən yanlı istifadə edən, hərə bir ad qoşdu. Amma mən nə kafirəm, nə mürtədəm, nə dindən çıxmışam. Sadəcə olaraq olduğum kimiyəm və olduğum kimindən də çox başqa cür dəyişilməyə başlamışam. Yəni əvvəl insanlar məndən istifadə edirdilər, məsələn üçün gülürdülər, lağlağa eləyirdilər, ələ salırdılar. Məsələn üçün mənfi barədə isə istifadə edirdilər. Ay get mən üçün bunu al, onu al, falan şey al. Bir növ belə də kaşlok kimi istifadə edirdim mən. Amma son zamanlarda insanlar mənə istifadə edə bilmir deyənə, onlara əlverişli olmuram deyənə mənə deyirlər sən çox dəyişmisən. Bəli, mən çox dəyişmişəm. Çox düşüncələrim, fikirlərim, yəni ən azından əqidə baxımından mən heç vaxt dəyişməyəcəm. Əlhəmdülillah şükürəm. Amma məsələ bundadır ki, bəzən məsələlərə mən ətraflı baxıram. Geniş bucaqlı baxıram. Yəni məsələləri bəzilərinə görə yaxşı təhlil eləmirəm, amma ondan daha da yaxşı təhlil edirəm. Bəzi elə şeylər fikirləşirəm ki, elə şeylər haqqında danışıram ki, mənim danışdığım mövzu görsün ki, əvvəl danışdığım mövzu indi hansı alim və yaxud hansı ruhani baxdı söhbət edir. 2 ildir baxdı danışmışam, amma görürsən ki, indi ruhani və yaxud da alimi və yaxud da hansı bir insanın belə deyək də bu haqda danışmağa başlayıb. Məsələ də bundadır. Məsələyə mən geniş bucaqlı baxmağa başlayıram. Əvvəl yadımdadır ki, məsələn musiqi haqqında danışırdım ki, mərsiyələrdə musiqi barəsində danışırdım ki, haram qatırlar, filan bəsmə ki, xutbələrə haram qatırlar. Bu barədə mən ilk danışan mən idim. İndi görürsən bu barədə bəzi ruhanilər, bəzi alimlər danışır. Yəni məsələni birinci belə deyək də özüm tərifləmək kimi olmasa yayan və məsələn birinci fikirləşən mən oldum. Sonra isə bəzi alimlər, ruhanilər və s. Məsələ bunda deyil ki, mən dindaram və yaxud da dindar deyiləm. Məsələ odur ki, hərə nə cür dinə yanaşırsa, mən ondan daha yaxşı yanaşıram. Allah sizləri var eləsin, özünüzə yaxşı baxın, Allaha əmanət olun.